Salam əziz izləyicilər, bura İran İslam Respublikasının paytaxtı Tehran şəhəridir və İmam Xümeyni müsallasının kənarında Azərbaycan və Gürcüstan şiələrinin xidmət xeyməsidir. Vida mərasimində iştirak edən milyonlarla insana burada xidmət edilir. Burada meyvə şirəsi, su və digər məhsullarla zəvvarlardan və iştirak edənlərdən xidmət edirik və onları qarşılayırıq. Burada Gürcüstanlı qardaşlarla iştirak edirlər və onlarla söhbətimiz olacaq. Sizə tövsiyə edirəm ki, bu söhbətə sona qədər qulaq asasınız. Buyurun. Salam aleyküm, sizi xoş gördük və Azərbaycan və Gürcüstan xeyməsindən və burada Şəhid İmam Xameneyi ilə vida mərasimidir və xalqın burada huzuru və iştirakı onu göstərir ki, xalq gəlirlər müxtəlif yerlərdən və İmam Xameneyi ilə və onun pak cənazəsi ilə vidalaşırlar. Və izləyicilərin də bildiyi kimi burada Azərbaycan və Gürcüstan şiələrinin müştərək xeyməsidir ki, xidmət göstərirlər və biz burada sizi salam edirik, izləyicilərə salamımız və salam. Və aleyküm əssalam. Allah'ın salamı olsun Seyyid Əli Xameneyi ağa və onun yolunda çalışanların həmsinə, şəhid olanlara, sağ qalanlara Allah qüdrət və müvəffəqiyyət versin. Bəli, biz də Gürcüstandan gəlmişik ki, ağanın vida məclisində iştirak edək, ağa ilə vidalaşaq. Çünki ağa tək İran üçün, ya Azərbaycan üçün, ya Gürcüstan üçün deyil, bütün bəşəriyyət üçün örnək oldu və onun fikirləri, onun danışıqları həmişə İslam ümmətinə ilham verdi. İslam ümmətini həmişə diri saxlamağa yol göstərdi. Biz ağaya, mən şəxsən öz tərəfimdən, öz düşüncəmdən bu cür deyə bilərəm ki, çox borçluyuq ağaya. O ağa çox böyük işlər gördü. Yəni, mənim təsəvvürümdə Seyyid Əli Xameneyi ağa o boyda böyük şəxsiyyətdir ki, bizim zəmanəmizdə biz Peyğəmbər və imamət görmədik. O ağa öz əməlinlə öz əməlinlə, bütün yaşayışınla bizlərə örnək oldu, bizlərə göstərdi ki, bəşəriyyətdə insan necə yaşamalıdır, insan nə cür davranmalıdır. Çünki zəmanəmizin imamı Sahibəzəman əleyhissalamın naibi idi inşallah. Biz o ağadan çox şeylər öyrəşdik, öyrəşməyə də davam edirik. Mənim baxışım, düşüncəm bu cürdür ki, Kərbalada necə ki, İmam Hüseyin əleyhissalam özünü və ailəsini qurban verir. Bu ağa da o cür özünü qurban verir. Şəxsən mənim qəlbimin bir dənə təsəlli bu oldu ki, eynən Allah necə ki, İmam Səccad əleyhissalamı qorudu, saxladı, bu ağanın da evladını qoruyub saxladı ki, yenidən bizə nəfəs versin. Eynən mən şəxsi öz tərəfimdən, öz düşüncəmdən deyirəm ki, necə ki, Əhl-i Beytə bağlılığım var, beyyət eləmişəm, mən gəldim ki, ağa ilə vidalaşam və ağadan sonra onun evladına yenidən beyyət mütəzənəm. Hər kim haqq yolunda xidmət göstərir, çalışır, dünyanın hər bir nöqtəsində Allah onları qorusun. Və son sözümdə də bunu demək istəyirəm ki, Allah İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil eləsin ki, bu ağanın bayrağının altında hamımız o ağaya xidmət eləyək. Amin, Allah köməkli olsun. Çox gözəl bir məqama vurğuladınız. Biz ağaya çox borcluyuq və ağanın həyatı, ağanın bütün bu həyat boyu çəkdiyi əziyyətlər, xidmətlər təkcə İran xalqına aid deyildi və bütün ümmətə, bütün İslam dünyasına ağanın xidmətləri çox oldu və bütün İslam dünyası ağaya borcludur. Son söhbətində ağa buyurdu ki, Allah Teala xalqı məbus edəcək, yəni beysətlənəcək, peyğəmbərlərə olan bir xislətdir ki, ağa orada müsəlmanlara deyil. Və təkcə İran xalqına demir, bütün müsəlman ümmətinə deyil. Və o söhbətdən sonra, bu müharibə baş verəndən sonra hamı başa düşdü və hamı anladı ki, o beysət və o məbusluq ağanın öz qanıyla olub və ağa öz şəhadətindən xəbər verir. Bəs bu
əziz insanın, bu atanın, bu rəhbərin şəhadətindən siz özünüzə və öz cəmiyyətinizə, öz yaşadığınız mühitdə təsir necə görə bilirsiniz? Bu ağa zaten dünya üçün bütün danışıqlarını dünya bəşəriyyət üçün deyir, nəinki müsəlman. Bütün bəşəriyyət üçün bütün incəliklərə toxunurdu. Xalqın düzgün yaşamağını, xalqın necə ki yaşamalıdır onları həmişə tövsiyə edirdi. İnsan olaraq bütün dünyada hamı azadlıqdan danışır, insan haqlarından, hüququndan danışır. Bu ağanın haqqında ümumiyyətlə çox söhbətlər edirlər, çox fitnələr edirlər, danışırlar ki, amma o ağaya müxalif olanlar da biz bu hadisələrdən sonra gördük ki, sosial şəbəkədə bədhicab da olsa, şərab içən də olsa, daxildə İranlıların özləri hamısı peşman olmuşlar ki, o ağaya qarşı olublar, o ağanın çox təəssüf olsun ki, o ağayı çox az adam tanıyıbdır dünyada. O ağanın şəhadətindən sonraki elə bil ki, dünyada çox adam başladı onu tanımağa. Ki, həqiqətən də bu ağa bəşəriyyət üçün çox böyük itki idi. Həqiqətən də bu ağa əməlinlə, yaşayışınla insanlara sübut elədi ki, insanlar o yüksək məqama yetişə bilərlər. Təbii ki, ağa arzuladığı şəhadəti ki, illər boyu arzuladığı şəhadətə uca məqama yetişdi. Allah məqamını daha uca eləsin inşallah. Şəfaətlərini daha üzərimizə nazil eləsin inşallah. Mühüm məsələ o ağanın məqama şəhadətə yetişməyidir. Onunla bərabər çox böyük şəxsiyyətlər şəhadətə yetişdi. Onların arzuladığı, bir ömür çalışdıqları arzuladığı oydu. Onlar yetişdilər məqamlara, getdilər Allahın uca dərgahına, gözəl bir məkana inşallah. Mühüm məsələ ondan sonra gələn ki, necə ki, bayaq vurğuladım, İmam Hüseyin əleyhissalamdan sonra ki, Allah İmam Səccad əleyhissalamı qorusu saxladı ki, imamətin kökü kəsilməsin, davam eləsin. Eynən də Allaha şükür edirik ki, Seyyid Müştəba ağayı ki, Allah saxladı, bizim üçün bir böyük neymət olacaq və o ağanın fikirlərini yaşadacaq və davam ediləcək. Mənim baxışım, düşüncəm budur ki, bəli, ağa arzuladığına yetişdi, amma ondan sonra da Allaha şükürlər olsun ki, evladını ki, varis Allah saxladı və yenə bəşəriyyətə xidmət eləməyi inayət elədi. Allaha çox şükürlər olsun. Amin, Allaha şükür. Çox gözəl bir məqama vurğalasın. Ağa öz arzusuna yetişdi. Bəli. Ağa həmişə bilirdi ki, əgər insanlara və müsəlmanlara, möminlərə desə ki, mənim şəhadətim üçün dua edeyim, təbii ki, o məhəbbət və o sevgi ki, möminlərin qəlbində var, o duanı eləməyəcəklər ki, ağanı əldən verməsin. Həmişə ağa deyir ki, ilahi, bizim hamımıza şəhadət yetir, hamı da amin deyərdi. Ağa öz şəhadətini xalqdan belə arzulayardı və belə dua etlərdi. Amma gözəl bir şey vurğuladı ki, çoxları ayıldılar. Çoxları səhv bir düşüncədədirlər. Elə bilirlər ki, bunkerlərdədir, bəziləri deyirlər ki, qızıllar götürüb ölkədən xaricə, Rusiya, digər yerlərə gedir. Hamı gördü ki, öz körpə nəvəsi ilə, hamı gördü ki, öz qızı ilə, öz gəlini ilə bir yerdə adi həyatı yaşadığı anda şəhid oldu. Quran oxuduğu anda, susuz dillə şəhid oldu. Çox açıq bir cəbhədir. Yəni, haqqı sanki bir növ bütün dünyaya göstərdi ki, baxın, bu haqq cəbhəsidir. Mən özümü qurban verirəm ki, bu haqq cəbhəsinə siz görəsiniz, ayılasınız və onu davam edəsiniz. Amma bəzilər öz düşmənçilərini edirlər və sizin də onlarla qarşılaşdığınız olub, yəni müharibənin əvvəllərində. Onlar haqqında nə düşünürsünüz? Necə olur ki, kimsə bu açıq, aşkar, bu cürə aydın olan haqq cəbhəsini görmür və ya onunla düşmənçilik etmək istəyir. Və o əhvalatınızı da danışarsınız ki, siz də onlarla qarşılaşmışdınız. Valla mən öncəliklə bunu deyə bilərəm ki, Allah aqibətimizi xeyirli qərar versin. Haqq cəhbəsində yürümək, haqqı görmək, mərifət lazımdır. İnsan gərək halal qidalarla yaşaya, Allahın qoyduğu qanunla yaşaya ki, Allah qoruya ki, o mərifətdən uzaq düşməsin. Bilmirəm, insanlar dünyada fərqli düşüncələrlə, fərqli yaşayışlarla yaşayırlar. Sonuçda hər kəs Allaha özü hesab verəcək.
öz əməllərinə, öz addımlarına, öz düşüncələrinə təəssüflər olsun ki, xaricdə olduğu kimi daxildə də İranda da insanların yaşadığı zamanədə ki, o necə ki deyirlər ki, neymətin qədrini bilməm də Allah adamın əlindən alar. Çox təəssüflər olsun ki, İranda bu kişinin qədrini öləndən sonra daha çox bilməyə başladılar. Ölənə qədər o boyda qədrini bilmədilər. 102 min fitnə, fəsad haqqında söylədilər, danışdılar və bütün sosial şəbəkə dünyası olduğu üçün bu günün zamanəmiz hamı dünyanın hər bir yerində izləyir də, oxuyur da, bütün xəbər saytlarını, portallarını, düşüncələri, fərqli düşüncələri. Mən bu düşüncəyə, bu qənaətə gəldim ki, insanlar həqiqətən gərək haqqı görmək üçün gərək çoxlu haqq cəhbəsinə baxalar, düşüncələrinə baxalar, addımlarına baxalar. Biz görürük ki, dünyanın hər bir yerində haqla batilin savaşı gedir. Dünyanın hər bir yerində, istəyir dünyanın o başı olsun, istəyir bu başı olsun. Çox təəssüflər olsun ki, dünyada müsəlmanlar birləşmirlər. Mühüm məsələ budur. Əgər ümmət olaraq ağanın ki, bütün danışdıqları, tövsiyələri ən böyük mühüm məsələlərdən bir neçəsi buydu ki, həmişə ümməti birliyə, vəhdətə dəvət edilirdi. Kimliyindən asılı olmayaraq, təriqətindən asılı olmayaraq, sən hansı təriqətdən olursan, o Allah özün hesab verəcəksən. Amma sonuçta, əgər müsəlmanıqsa da biz bir olmalıyıq, bir ümmət olaraq hərəkət eləməliyik. Amma dünyada çox az təəssüf olsun ki, ümmət olaraq çox az birləşmələr var. İnşallah Allah qismət eləsin, səhv düşüncədə olanların Allah zehinə haqqı inayət eləsin, qəlbinə haqqı inayət eləsin ki, haqq cəhbəsini, haqq cərəyanını dünya qəlbinlə və gözünlə görsün. Amin ki. Çox gözəl buyuruz və İmam Xameni də məhz ümmət imamı idi. Sizin buyurduğunuz kimi, yəni hansısa bir xalqın, hansısa bir düşüncənin, hansısa bir partiyanın imamı deyildi, ümmətin imamı idi. Çox gözəl buyuruz. Bəs siz bildiyimə görə İran səfirliyinin qarşısına gedib bir dəstə xarakterli toplantınız olub, amma qarşı tərəfdən müxalifətçilərlə sizin orada diyaloglarınız olub. O haqda da əgər imkan var. Ağa ki, şəhid olanda ki, çox qəlbimiz yandı. Və dostlarla, qardaşlarla yığışdıq səfarətə baş sağlığına gedək. Tiflisdəki İran səfirliyi. Bəli, Tiflisdəki İran səfarətində, İran səfirliyinə gedək, baş sağlığı verək. Orada baş sağlığına gedəndə İran səfarətinin qarşısında ki, İran müxalifəti şah, keçmiş şahın oğlu Şah Pəhləvi ki, tərəfdarları yığışmışlar, başladılar bizə tərəf ağayı həqarət eləməyə, bizi təhqir eləməyə. Biz orada onlara əks şüarı elədik ki, Təbrizlərin bir şüarı var, Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Biz onlara əks şüar veririk, onlar Pəhləvi oradan şüar verirdilər, Pəhləviyə dəstək. Biz də buna əks olaraq şüar elədik ki, Azərbaycan, yəni biz Azərbaycanlı olduğumuz üçün Azərbaycanlılar şərəflidir, Pəhləvi bir şərəfdir. Azərbaycan xalqı olaraq, milləti olaraq biz beyyət elədiyimiz ağayı tənha qoymarıq, beyyət elədiyimiz kişiyi yalnız qoymarıq. Onun üçündəki şüar, iki dənə orada mühüm şüar elədik, Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Ondan sonra da beyyətimizi təsdiq elədik, şüar verdik, Ləbbeykə ya Xameneyi. Necə ki deyirik, Ləbbeykə ya Hüseyn ərbəyinə gedəndə, eynən də təsdiq elədik öz şüarımızla, dilimizlə ki, biz ağa sənin tərəfindəyik. Çox gözəl, Allah razı olsun. Bu sualı soruşmaqda mənim məqsədim var idi və məqsəd də bu idi ki, 47 il düşmən əlindən gəlinilik ki, bu İslam Respublikasını devirmək üçün saysız hesabsız pullar xərcləyib, müharibələr, fitnələr və bu Pəhləvilərin də özləri onların bir növ bunların vasitələrdir, bunlar bir növ silahlardır ki, təzyiq aləti edib İslam Respublikasını təzyiq etmək istəyirlər və buradan sizə təşəkkür edirəm öz növbəmdə ki, ən azından Tiflisdə bu məsələnin həyata keçməsinə imkan vermişsiniz və onlara çox ağır zərbə vurmuşsunuz. Onlar gəliblər ki, İran İslam Respublikasının təzyiq olunmağını görsünlər, amma
Şəhid İmam Xameneyinin Gürcüstandakı Şiə övladları ilə qarşılaşıblar və bu çox dəyərli bir şeydir. Mən sizdən Allaha öz şükürlər növbəmdə olsun. təşəkkür edirəm. Vaxtınızı ayırdığınıza görə və səmimi söhbətinizə görə də təşəkkür edirəm. Allah razı olsun. Biz də öz növbəmizdə sizə təşəkkür edirik ki, bu zəhməti çəkirsiniz ki, bunun özü də böyük bir zəhmətdir ki, müxtəlif bugünkü günü hər dünyanın çox yerindən gəliblər bu vida mərasiminə. Hər bir dünyanın bəzi ölkələrindən reportaj hazırlayırsınız ki, dünyaya çatdırasınız və ağanın şəhadətini, təşkili cənazəsini və ağanın dostlarını, ağanın sevənlərini işıqlandırırsınız. Biz də sizə təşəkkür edirik ki, bu xidmətsiz göstərirsiniz. Allah sizdən razı olsun. Salam əleykum, sizi çox xoş gördük. Burada Tehran şəhərində İmam Xameneyinin, Şəhid İmam Xameneyinin vida mərasimində və Azərbaycan və Gürcüstan şiələrinin xidmət xeyməsində sizi salamlayırıq. Və aleyküm salam, bismillahirrahmanirrahim. Çox məmnunuq bugün burada iştirak eləməyimizdə, çünki Ayətullah Seyyid Əli Şəhid Xameneyi tək İran hökumətinin yox, tək İran şiələrinin yox, dünya şiələrinin lideridir. Mən onun haqqında nə qədər danışsam da özümü o danışığa layiq bilmirəm. Çünki o qədər layiqli insan idi. Bizim bura gəlməkdə bir mesajımız var, bir məqsədimiz var ki, biz buradan Ləbbeyk ya Müstəba deyirik. Yəni biətimizi təzəliyirik. Yəni Seyyid Əli Xameneyi yeganə şəxs idi ki, yeganə şəxs idi. Dünyada, yəni hər zaman sülhün, ədalətin, dünyada insanların gözəl yaşamağının, xüsusən məzlumların haqqını difa edərdi. Yəni biz bu günlərin, bu cür insanın, bu cür böyük şəxsiyyətin vida mərasimində iştirak eləməkdən çox məmnunuq. Allahın bir lütfü idi ki, Allah bizə lütf etdi, gəldik. Allah razı olsun. Buyurdunuz ki, gəlibsiniz bura Ləbbeyk ya Müstəba deməli. Yəni, o deməkdir ki, bu yol davam edir, bu yol heç vaxt dayanmayacaq və İmam Xameneyi şəhid olsa da onun bayrağı və onun bir növ buraxdığı məktəb öz salih övladı Ayətullah Seyyid Mustafa Xameneyi ağanın rəhbərliyilə davam edəcək. Bəs siz təbii ki, hamı İmam Xameneyinin şəhadət xəbərini eşidəndə hamımız sanki ata itirdi. İmam Xameneyinin şəhadətinin xəbərini eşidəndə sanki dünya bizim üçün sona çatdı. Amma Ağa Mustafa Xameneyinin rəhbərliyi ilə də sanki yenidən can tapdı və hamımız qəlbimiz aramlaşdı. Sizin bu haqda təəssüratınız varsa inşallah buyurun. Biz tarixə nəzər salsaq, 1400 il bundan əvvəl Kərbəla qiyamına baxsaq, İmam Hüseyin əleyhissalam da şəhid oldu. Mən bugün Seyyid Əli Xameneyi Ağa İmam Hüseyinə bənzədirəm və onun körpə Zəhrasını Vüqayyəyə bənzədirəm və Müstəbanı da İmam Səccada bənzədirəm. Vilayət xətti davam edib və bundan belə də davam edəcək. Nə qədər vilayət xəttindən çalışsalar ki, ona qarşı nəsə bir sui-qəsd, təzyiq, yəni vilayət xətti daha da gözəlləşər, daha da böyüyər. Çünki vilayət xətti haqqın, həqiqətin xəttidir. İnşallah ki, bu yol ta qiyamətə qədər davam edəcək və biz ümid edirik ki, bu bayraq İmam Zaman Ağaya çıxacaq inşallah. Amin inşallah. Ağanın bizim boynumuzda çox böyük haqqı var. Yəni, biz ümmət olaraq, şiə ümməti olaraq, əgər bugün bu yerə gəlib çatmışıqsa, hər hansı bir baxımdan, hər hansı bir baxış prizmasından baxsaq, bu nöqtədə bizim olmağımız bir şiə ümməti olaraq Şəhid İmam Xameneyiyə bizim borcumuz var. Bəs bu borcu siz elə necə başa düşürsünüz? Necə biz bu borcu yerinə yetirə bilərik? Yəni milyonlarla insan gəlib bura bu vida mərasimində iştirak etməklə sanki onu deməsidir ki, biz gəlmişik borcumuzu ağaya əda edək. Bu borc nə ilə bitir və necə olmalıdır ki, bunu unutmayaq? Bu borc bundan sonra bizim öhdəmizə bir məsuliyyət düşür ki, biz düşmənə qarşı birləşməliyik. Zaten ağanın da istəyi bu idi. Düşmənə qarşı birləşməliyik və birlik eləməliyik, həmrəylik eləməliyik ki, yəni ki, heç bir zaman ikinci dəfə belə bir şeylər yaşanmasın.
Yəni sizin buyurduğunuz budur ki, ümmətin imamının şəhadətinin bir daha baş verməməsi üçün Bəli, bəli. müsəlmanlar birləşməlidir. Bəli. Çox gözəl buyurdunuz. Yəni həqiqətən mən elə güman edirəm ki, bu birlik sanki İmam Xamneyinin bizə olan son Bəli, mesajıdır. bəli. Yəni çıxışı, şəhadətindən öncəki son çıxışına baxsaq, ağa orada buyurur ki, Allah Taala bu xalqı məbus edəcək. Yəni Beysət, peyğəmbərlərə bundan öncə nisbət verilən bir xüsusiyyətdir. Amma ağa o nisbəti və o xüsusiyyəti bütün ümmətə və Şiə xalqına bildirir. Və bu Beysəti və bu xalqın ayıqlığını insanlar öz qəlblərində hiss etməlidirlər. Siz onu necə hiss edirsiniz? Mən buna bir Quran ayəsindən deyə bilərəm ki, Bismillahirrahmanirrahim, İnna ilahi və illa ilahi raciun. Allahdan gəldiyi Allaha doğru da qayıdacaq. Ağa, yəni ölüm haqdır. Ağa, yəni bir neçə il sonra dünyasını dəyişə bilərdi və ola bilsin bu cür də ola bilməzdi. Yəni ki, bugün ağanın bu cür şəhid olmağı, şəhadət olmağı Allahın istəməyidir. Nətər ki, Allah Həzrət Rəsul Əkrəmdən İmam Hüseyn əleyhissalam istədi. Bugün də Allah Seyyid Əli Xamneyi istədi. Yəni ki, Seyyid Əli Xamneyinin şəhadəti, yenə deyirəm, mən bir növ, mən bunu bir Kərbəlaya bənzədirəm ki, inşallah bundan belə də. Yəni bu məktəb davam edəcəkdir. Seyyid Əli Xamney ağa öz qanı ilə bu məktəbi yenidən Bismillah yazdı ki, bu məktəb ta İmam Zamana qədər davam edəcək. Çox gözəl, çox gözəl buyurdunuz. Təşəkkür edirəm sizdən. Allah razı olsun. Gözəl kəlamlarınızdan da Sağ olasınız. Allah sizdən də razı olsun ki, bugün işıqlandırırsınız. Bu dünyaya mesajdır ki, yəni biz hər zaman haqqın yanındayıq. Biz də hər zaman məzlumların yanındayıq. Ağa haqq idi. Ağa böyük şəhid, böyük məzlum idi. Allah ağanın ruhunu şad eləsin. Buradan da onun ruhu üçün bir salavat demək istəyirəm. Allahumma salli ala Muhammed və ali Muhammed. Abdullah qardaşını salamlayıram. Burada Tehran və İmam Xamney, Şəhid İmam Xamneyinin vida mərasimində hazırlanan Azərbaycan və Gürcüstan şəhərlərinin müştərək xidmət xeyməsidir. Buradan sizə və izləyicilərə salam deyirəm, sizə salam deyirəm. Mən də aleyküm salam deyirəm və mən də çox xoşhalam ki, Allah inayət eləyibdir bu gün həm Tehranda Seyyid Əli Xamney ağamızın dəfn mərasimində iştirak eləmə fürsəti bizə yaradılıbdır və ondan da əlavə Gürcüstan və Azərbaycan xeyməsində sizlərlə birlikdə burada olduğumuza çox şadam. Allah sizdən razı olsun. Burada bu vida mərasimində milyonlarla insan iştirak edir və sayısı dünyada bənzəri olmayan bir vida mərasimidir. Bütün xalq müxtəlif yerlərdən, İrandan, xaricdən, sizin kimi Gürcüstandan gələnlər var, Azərbaycandan, Avropadan, hətta Çindən də mən görmüşəm gələnlər var burada. Və hamı bir nəfərlə vidalaşmağa gəlir və bu vida mərasimindəki olan təəssüratı və bu vida mərasimi niyə bu qədər önəmlidir sizin baxışınızdan? Mən bu məsələyə ağanın əqidələrindən, yəni ən qüdrət aldığı bir məsələ var idi. Ona işarə etmək istəyirəm ki, ağanın özünün xüsusiyyətlərindən biri buydu ki, ağa Allahın vədinə sadiq olduğuna çox əmin idi. Yəni, buna yəqin eləmişdir ki, Allah vədinə sadiqdir. Və o cümlədən də ki, Allah Quran-ı Kərimdə buyurur ki, əgər Allah kimisə uzatmaq istəsə, heç kəs onu alçalda bilməz. Əgər kimisə alçatmaq istəsə, heç kəs onu uzalda bilməz. Yəni, bunun təsiratı qaynaqlandığı nöqtə ilk olaraq istədim qeyd edəyəm ki, Allah Seyyid Əli Xamneyi o qədər uzaldıqdır ki, yəni insanların qəlbində o məhəbbəti cuşa gəlibdir. Və Allahın özü üçün qəlblərə də ki, Allah hakimdir, qəlblərdə idarə edən Allahdır. Bu məhəbbəti Allah daxil edibdir bu qədər insanın içərisində və cəlb edən də birbaşa Allahın özüdür. Yəni mən bu cür bilirəm və bunun da səbəbi əlbəttə ki, onun yaşadığı o təqvalı həyat, Əhl-i Beyt yolunda çəkdiyi əziyyətlərin nəticəsidir. Çox gözəl, Allah razı olsun. Yəni burada ilahi bir sevgi var. Bunu biz deyə bilərik ki, burada ilahi bir bağ var ki, bu insanları ümmətin imamına bağlayır.
Çox gözəl bir məqamdır, amma imamın şəhadəti özü də bir mesaj idi. Mesaj olaraq mən bunu deyə bilərəm. Çünki biz Əhl-i Beytin maarifindən əldə etdiyimiz nəticə budur ki, dünyada iki cəbhə var, üçüncü yoxdur. Ya haqq, ya batil. Yəni hətta tərəfsiz belə qalsan, Əhl-i Beyt bizə onun batil tərəfin olduğunu vurğulayır ki, yəni tərəfsiz qalsan sanki batil tərəfdəsən. Yəni biz bura gəlmişik, bu qədər insan, bunun dünyaya göndərdiyi mesaj və bizim bura gəlib burada iştirak eləməyimiz öz mövqeyimizi bildirməkdir ki, yəni biz haqqın tərəfindəyik. Biz İmam Hüseyn əleyhissalamın o Kərbəla məktəbində qoyduğu fəlsəfənin davamını gətirmək üçün bu xəttə ölənə qədər davam edəcəyik. Çox gözəl. Yəni şəhadətin mesajı haqqla batili bir-birindən ayırd eləməkdir və bu cəbhəni açıq-aşkar və burada da işarə etmirlər və bundan da bu milyonluq vida mərasimində iştirakçıda bilmək olar ki, bu milyonluq insanlar haqqı seçiblər, batili deyil. Bəs bu mərasimdə iştirak etmək istəyənlər və çox sayda insanlar var ki, elə Azərbaycan və Gürcüstandan baxsaq, bəlkə yüz minlərlə insan var ki, ürəkləri qəlbən burada iştirak etmək istəyirlər, amma bəzi məsələlərdə imkanları yoxdur, hər hansı bir səbəbə görə. Siz bir nəfər ki, onların əvəzindən burada bu vida mərasimində iştirak edirsiniz, nə deyə bilərsiniz? Siz bunu dedikdə mənim yəni onların qəlbinin rahatlaması üçün bir şey demək gəldi isimdən. Şəhid İbrahim Hadiyi ki, hər kəs tanıyır, onun belə bir sözü var. O müharibə müddətində İmam Xomeyni rəhmətullahi əleyhlə görüş şəraiti yaradılmışdı. Və Şəhid İbrahim Hadi yəni elə tam irəli atılmadı. Yəni istəyirdi ki, ilk öncə başqaları gedib onunla görüşsün. Dostuna sual elədikdə ki, istəmirsən görüşmək, deyə görüşmək gözəldir və gözəl fürsətdir. Ancaq mənim üçün o ağanın sözünə əməl eləmək daha mühümdür. Yəni görmək yox da, onun addımladığı yola addımlamaq. Və kimlər ki, fürsət eləyə bilib gəliblər, çox gözəl. Onlar da ki, fürsət eləyə bilməyiblər, çox narahat olmağa gərək yoxdur. Əsas, yəni o kişinin ideoloji yolunda davam eləmək, onun yoluyla yəni istiqamətdə qalmaqdır mühüm. Yəni ağanın ruhunun da şad olması məncə əsas buna görə ola bilər. Çox gözəl, Allah razı olsun və son xatirə də həqiqətən bir tamamlayıcı bir xatirədir. Yəni İmam Xamneyinin bizə vəsiyyəti budur ki, onun yolunu davam etdirək və onun salih övladına və onun naibinə və onun canişinə necə lazımdır tabi olaq və onun xidmətində olaq. Təşəkkür edirəm sizdən. Sağ olun, mən də minnətdaram.